yaxşı hazırlaşırsınız? Məşq eləmək asandır, yoxsa bayaq dediyin kimi meydanda emosiyaları cilovlayıb səbirli olmaq? Hansı daha çətindir və yaxud asandır? Nə bilim, yəni nə deyə bilərəm? Yəni mənim xarakterim elədir ki, aqressivlik var, çılğınlıq ola bilər. Amma hər iki tərəfdə də yaxşı məşq eləyirəm ki, bu mənim xarakterim hər şey mənim üçün müsbət tərəfə yönlənsin, mənfi tərəfə olmasın. Hər iki tərəfdə də məşq eləyirəm bunu. Məşq eləmək də asandır. Evin, onu demək istəyirəm ki, media yayılan xəbərə görə sabah Chelsea'nin sağ cinahında Esteva oynayacaq, yəni böyük ehtimalla. Oyunçunun həm belə deyək, dırnaq içində Braziliyalı olmağı, həm də çox texnikal olmağı və biraz da simulyasiyaya meyilli olmağından bağlı səndən soruşmaq istəyirəm ki, yəni buna da xüsusi hazırlaşmısanmı ki, mübarizələrdə sənə kart aldırmağa və yaxud sənə qarşı xüsusi bir simulyativ hərəkət eləməyə çalışacaq yəqin ki, böyük ehtimalla. Yəni, bu cür böyük oyunlarda temp həddindən artıq yüksək olur və birə-bir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan ki, belə yəni bu cür oyunlara biz çox oynamışıq, bu cür böyük komandalara qarşı, bu cür oyunculara qarşı və öz işimizi bilirik harda nə etmək lazımdır, hansı oyuncu nəyi sevir, nəyi sevmir və ümumilikdə mən mübarizələrə girəndə kart almağı yox, top almağı fikirləşirəm.